Gözəl düşünəndə qəlbin rahat olur, ümidli olursan, dua edirsən. İnsan gözəl düşünməsə, gecə namazına belə nədir? Qalxa bilməz. Gözəl düşünməsə belə, gecə namazına qalxa bilməz insan. Qəlbində Allaha qarşı ümid var ki, gecə namazına qalxırsan. Ümid var ki, oruç tutursan. Və şeytanın, baxın, həyatda ən çox sevdiyi nədir? Böyük günahlar yox. Ən çox sevdiyi nədir? Bir mömin daim kədərli olsun. Bilir ki, kədərlə sala bilsə onu, daim kədərli olsa, ibadətdən də uzaqlaşacaq, Allahdan da uzaqlaşacaq, duadan da uzaqlaşacaq. Ona görə nədir? Daim deyir, belə olmalıdır insan. Yəni, ümidli olmalıdır. Şeytan deyir, çalışır ki, insan qəzəblənsin, yəni kədərli olsun, özünə qapansın, depresiya, daim gələcək haqqında pis düşünsün, ay filan olmayacaq. Buna deyirlər ki, nədir? Vəsvəsə. Bunu qəlbindən daim nədir? Çıxart. Yəni, bəlkə də siz bir şeyi sevirsiniz, halbuki o sizin üçün şərdir, deyir Allah Teala. Ola bilər ki, çatmadığın bir xeyir, əgər sənə gəlsəydi, sənin üçün şər olardı. Ona görə narahat olma. Sadəcə Rəbbin haqqında gözəl zənn elə. Və ola bilsin ki, siz bir şeyi sevməzsiniz, halbuki sizin üçün onda xeyir vardır. Əl-Bəqərə surəsi. Allah kədər buludunu səndən çəkib götürdükdə anlayacaqsan ki, baş verənlər sənin üçün xeyir imiş. Həyatımızdan biz görmüşük. Lakin nəfsin istəkləri səni pərdələdi və qəlbini kör etdi. O hikməti görə bilmədin. Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, əlbəttə deyir, o deyir, atılardı, ta səhrada qalardı kim? Yunus Peyğəmbər. Amma ata nə dedi? Rəhmət yetişdirdi ona. Yəni, əgər sənə bir nemət verərsə, o nemət səni izləyər və sənə bağlı olar, ta ki sən onu tərk edənə qədər. Ona görə Rəbbin haqqında gözəl zənn elə və şükr elə. Şükr etməyəndə o nemətlər nədir? İnsan əlindən tədricən alınır.